Son günlər dönərdən zəhərlənmə hallarının artması ciddi narahatlıq doğurur. Ötən gün axşam saatlarında Gəncədə baş verən hadisə də bu problemin davam etdiyini göstərir. 5-i oğlan, 3-ü qızı olmaqla 8 məktəbli dərsdən sonra yediyi dönərdən zəhərləniblər. Təbibin məlumatına görə onların vəziyyəti qəfil pisləşib və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırıblar. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Tez-tez gündəmə gələn bu cür hadisələr dönərlərin keyfiyyətsiz ət və sanitar normalara əməl olunmayan şəraitdə hazırlanması ilə bağlı şübhələri bir daha gücləndirir. Lakin buna baxmayaraq dönər qidalanmanın ayrılmaz hissəsinə çevrilib. Bu məqamda əsas sual ortaya çıxır. Əgər dövlət qurumları dönərxanaların fəaliyyətinə nəzarət edirsə, nə üçün zəhərlənmə hallarının sayı azalmır? Məsələ ilə bağlı qida mühəndisi Fərid Səfərov Şərq TV-yə bildirib ki, dönərxanalarda aparılan yoxlamalar düzgün şəkildə həyata keçirilmir. Adətən zəhərlənmə halları, zəhərlənmə hadisələri yay aylarında olur. Amma təəssüflər olsun ki, artıq biz soyuq havalarda da payız fəslində də zəhərlənmələrin şahidi oluruq. Ümumiyyətlə, dönərxanalarla zəhərlənməyə səbəb olan hallar hansılardır? Ətin uzun müddət saxlanılması, bişməmiş və yarım çiğ ətin müştərilərə təqdim olunması, köhnə yağdan istifadə və çarpan çirklənmə. Bununla yanaşı işçilərin gigiyena qaydalarına əməl etməməsi. Bəs biz keyfiyyətsiz dönəri necə tanıya bilərik? Adətən ətin kənardan iyi, turş və kəskin qoxusu gəlir, rəngi boz, tünd və yapışqan teksturaya malik olur və xarab olmuş əti, köhnə əti adətən artıq duz, ədviyyat və soslu dadlandırırlar və bu əti həmin soslarda gizlədirlər. Yoxlamalar qeyri-müntəzəm şəkildə aparılır. Real şərait yox, hazırlanmış şərait yoxlanış zamanı təqdim olunur və bundan əlavə adətən kadr çatışmamazlığı və nəzarətin zəifliyi də bura daxildir. Ətin baytarlıq sertifikatı isə adətən dönərxanalarda tələb olunmur ya da formal olaraq kağız üzərində təqdim olunur. Ona görə də real yoxlama isə çox zaman aparılmır və bu yoxlamaya da əhəmiyyət verilmir. Aybəniz Səfərova, Yusif Sultanoğlu, Şərq TV.